Sual verən soruşur ki, bəzi müxaliflərlə oturub duran bacılar var. Onlara nəsihət edirik, deyirlər ki, onlar da dinlə danışır, başqa üçün danışmırlar. Yəni mülayimdirlər, xoş rəftarlıdırlar və s. və s. Yəni deyirik ki, mənhəclərində problem var. Onlar da deyir ki, biz əhlüsünnəyik. Bu necə olacaq? Yəni bu bacıları necə başa salaq? Belə insanları necə başa salaq? Ümumiyyətlə, müsəlman bilməlidir ki, heç vaxt müxalif fikirli olan insan öz müxalifliyini, öz xata fikirlərini insanlara, xüsusən də o insanlar ki, ətrafındadırlar, onun sərtliyinə, nə bilim, pis danışmaqla, yəni onu öyrətməyəcəklər elə. Yumşaqlıqla öyrədəcəklər, yaxşı davranmaqla, deyəcəklər biz də haqqıq, biz də əhlüsünnəyik. Yəni kim deyir ki, biz batilik? Hamı deyir ki, biz haqqıq da. Yəni ən azğın rafizi ilə belə gəlib danışsan, xavariclə deyəcək biz haqqıq. Yəni meyar o deyil, o dedi belə mülayimdir. Meyar kitab və sünnədir. Alimlərin fəhmidir, sələfin fəhmi, sahabə, tabiin, ətbə tabiin. Bu üç qism alimlərin. Onlara müxalifdirsə istəyirlər, nə qədər əxlaqlı olur olsun, nə qədər şey olur olsun, mülayim olur olsun, o demək deyil ki, o haqdır. Ola bilər əxlaqlıdır, amma haqq deyil. Bu məsələ mühümdür. Bu məsələyə fikir versinlər, belə yanaşmasınlar, düzgün deyil.